və siqaretə tətbiq edilən aksiz dərəcəsinin artırılması ilə bağlı qərar yanvarın 1-dən qüvvəyə minəcək. Amma bu qərarın təsiri artıq hiss olunmağa başlayıb. Bəzi yerlərdə siqaret limitlə satılır. Yəni siqaret normal şəkildə satılır. Bəli. Şəhər gəlir, departament tərəfindən biz satırıq. Normal qiymətə. Təcrübə onu deməyə əsas verir ki, ən qısa zamanda müvafiq xərclər qiymətin üzərinə gələcək. Satıcılar satışda hər hansı məhdudiyyət olmadığını bildirsə də fərqli mənzərə ilə qarşılaşdıq. Paytaxtın bəzi köşklərində siqaret vitrinlərinin boş olduğu diqqət çəkdi. Səbəbini soruşduqda isə satıcılar bunun müvəqqəti vəziyyət olduğunu qeyd etdilər. Sizdə necədir vəziyyət? Xeyr, bizdə elə bir şey yoxdur. Yəni siqaret normal şəkildə satılır. Bəli. Şəhər gəlir, departament tərəfindən biz satırıq. Normal qiymətə. İkincisi mən burada olmamışam. 2-3 gündür yoxam. İstəsəz yəni məlumat da soruşa bilərsiniz, tələbələrdən də soruşa. Hamı da sizi soruşur. Bura bağlıyıq. Heç görürsən mən sizə köşkə vurmamışam. Mövcud vəziyyət qiymətlərə də təsirsiz ötüşməyib. Belə ki, bəzi markaların qiymətində artıq 15-20% artım müşahidə olunur. Mütəxəssislər qiymətlərin qarşıdakı günlərdə daha da yüksələ biləcəyini istisna etmirlər. 2026-cı ildən etibarən tütün məhsullarına münasibətdə aksiz dərəcələrinin artırılması siyasəti də məhz bu kontekstdə büdcə gəlirlərinin, qeyri-resurs mənbələrinin genişləndirilməsi aspektindən nəzərdən keçirilməlidir. Burada təbii ki, qiymətin formalaşmasına kifayət qədər fərqli faktorlar təsir göstərir. Bunlara əhalinin alıcılıq gücü, bazarda şirkətlərin həyata keçirdiyi qiymət strategiyası, bazar segmentinin genişləndirilməsi ilə bağlı yanaşmalar və s. və s. İqtisadçının sözlərinə görə aksiz dərəcəsinin artırılması qiymət artımının əsas səbəblərindən biri olsa da, yekun qiymət bazardakı digər amillərdən də asılıdır. Bunun bazar qiymətlərinə hansı formada və nə vaxt deyək ki, transformasiya olunacağı bazarda digər faktorların da yaratdığı konjunktur əsasında formalaşacaqdır. Təcrübə onu deməyə əsas verir ki, ən qısa zamanda müvafiq xərclər qiymətin üzərinə gələcəkdir. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib. Ekspertlərin və satıcıların qiymətləndirmələrinə görə yeni ildən siqaretlərin qiyməti markadan asılı olaraq 2 manat 50 qəpikdən 5 manat 50 qəpiyədək dəyişə bilər. Vergi məcəlləsinə edilən dəyişiklik 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.